Başlayaq. İnnelhamdülillahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'una ve zidna ilmen. Allah Teala bu meclisi bereketli eləsin. Və Allah Teala'dan istəyirəm ki, bizi öz dinində sabit etsin. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi dualarına bizim ehtiyacımız olduqca böyükdür. Ki bu dualarla Allah Teala'ya dua etmək və Allah Teala'dan dünya və axirət xeyirlərini istəmək. Və bu dualardan da Allah Resulü sallallahu aleyhi və səlləm Şəddəd bin Əvsə öyrədir. Və deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dediyini eşitdim. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm səhabəyə deyir ki, əgər insanları qızıl və gümüş yığıb topladıqlarını görsən, sən bu kəlmələri yığ topla. Allahümme inni əsəlukə thəbətə fil əmr. Allahım səndən işdə sabitlik istəyirəm. Vəl-azimətə əl-rüşd və doğru yolda, haqq yolda qətiyyətli olmaq. Və əsəlukə şükrə ni'mətik və sənin neymətlərinə şükür istəyirəm. Və husnə ibadətik və sənə gözəl ibadət etmək istəyirəm. Və əsəlukə qalbən səlimən və səndən salamat qəlb istəyirəm. Və əsəlukə lisanən sadiqən və səndən sadiq, doğru danışan dil istəyirəm. Və əsəlukə min xeyri mə tə'ləm və sənin bildiyin xeyirlərdən səndən istəyirəm. Və əuzu bikə min şərri mə tə'ləm və sənin bildiyin şərlərdən sənə sığınıram. Və əstəğfirukə limə tə'ləm və sənin bildiyin məndə olan günahlardan səndən istiğfar, bağışlanma diləyirəm. İnnəkə əntə allamul ğuyub, həqiqətən sən bütün qeybləri bilənsən. Və bu dualardır, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem səhabəyə öyrədir. Və bu mübarək kəlmələr, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellemin dilindən çıxır və deyir ki, insanları görsən ki, qızıl, gümüş yığıb toplayırlar, sən bu kəlmələri topla. Və bu bildirir ki, bu kəlmələr, bu dualar qızıl və gümüş xəzinələrindən daha xeyirlidir. Çünki bu kəlmələr qalıcı salih əməllərdəndir. Və o şey ki, salih əməllərdəndir, insan üçün qalandır, o daha xeyirlidir. Dünya və axirətdə insan üçün daha faydalı, daha mənfəətlidir. Necə ki, Allah Teala Kəhf surəsində buyurur, Əl-məlu vəl-bənunə zinətul həyətid dünya. Mal, mülk və oğullar dünya həyatının zinəti, bərbəzəyidir. Vəl-bəqiyatus salihatu xayrun ində rabbikə thəvabən. Və qalıcı salih əməllər sənin Rəbbin yanında mükafat və savab baxımından daha xeyirlidir və insanın daha xeyirli umacağı şeydir. Və qızıl gümüş tükənir, yox olur, Allah yanında olan isə tükənmir. Necə ki Allah Teala buyurur Nəhl surəsində Mə indəkum yənfədu və mə indəllahi bəq. Sizdə olan tükənir, Allah yanında olan isə əbədidir, tükənmir. Və Sövbən radiyallahu anh deyir ki, nə vaxt ki bu ayələr nazil oldu, Allah Teala buyurur Tövbə surəsi 34-cü ayədə وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللّٰهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ. O kəslər ki, qızıl, gümüş yığıb toplayırlar və onu Allah yolunda xərcləmirlər, onları ağrılı, acılı bir əzabla müjdələ. Və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, qızıl və gümüş yox olsun, nə pis, həlak olsun. Dedilər ki, Allahın elçisi, bəs nə yığaq, nə toplayaq? Və dedi ki, sizdən biri şükr edən qəlb, zikr edən dil və
imanına, ahiret işlerine kömək, yardım edən salih zövcə götürsün. Və bu hədisdə keçir ki, qızıl, gümüş yığdıqlarını görsən. Və ərəb dilində qızıl sözü əz-zəhəbdir. Əz-zəhəb qızıl deməkdir. Zəhəbun. Və feil olaraq da zəhəbə getdi deməkdir. Və bəzi alimlər deyirlər ki, qızıla qızıl deyilmişdir, zəhəbun deyilmiş çünki gedir. Yəzhəbu, insanda qalmır. Və həmçinin fidda gümüşdür. Fidda sözü infadda sözündəndir. O da dağılışıb getmək, yox olmaq, tükənmək mənası verir. Və hər ikisi də insandan gedir, yox olur, tükənir. İnsan bunlardan ayrılır. Həsən el-Basri deyir ki, iki yoldaş, dirhəm və dinar olan bu iki yoldaş, yəni dirhəm gümüşdür, dinar isə qızıldır. Deyir, bu iki yoldaş nə pis yoldaşdır. Onlardan ayrılmadıkça sənə fayda vermir. Və Əbu Hüreyrədən rəvayət edilir, deyir ki, Əbu Hüreyrə, yoxsul insanın xəzinəsi Bəqərə və Əl-İmran surəsi nə gözəldir. Yoxsulun xəzinəsi olan Bəqara və Əl-İmran surələri nə gözəldir ki, yoxsul insan, kasıb insan bu iki surələrlə gecə namazını qılır. Və bəziləri demişlər ki, müminin xəzinəsi Rəbbidir. Yəni, Allah Teala'dan başqasıyla razı düşmür. Allaha itaət, Allah qorxusu, Allah sevgisi, təqva, Allaha yaxınlaşdıran əməllər onun xəzinəsidir. Və kimin də xəzinəsi bu olarsa, ən böyük zənginliklə zəfər əldə etmişdir. Deməli, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem dualar öyrədir. Və deyir ki, deyilən ki, Allahım, İnni əsəlukə thəbətə fil əmr. Mən səndən işdə sabitlik istəyirəm. Və işdə sabitlik, iş deyəndə, yəni İslam dinində, Allahın dinində sabit olmaq. Və insandan da 3 yerdə sabitlik tələb olunur. 3 yerdə insan sabit olmalıdır. Birincisi dünyada. Dünyada Allah Teala'nın dinində, Allahın əmirlərində sabit olmalı və qadağanlarına tərəf getməməklə sabit olmalıdır. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem dua edib deyərdi ki, ey qəlbləri çevirən, qəlbimi sənin dinin üzərində sabit elə. Və qəlb də qəlb adlanıb dəyişdiyinə görə, çevrildiyinə görə təqalləbə, yəni çevrildi. Qəlb sözü də bu çevrilir. Qəlb, insanın qəlbi, hətta insan özü bəzən bir gün içərisində səhər başqa cürdür, günorta, axşam isə çevrilir, qəlbi olur başqa cür. Səhər bir şey istəyir, axşam isə başqa şey. Səhər qəlbi bir şey meyl edir, axşam isə başqa bir şey meyl edir. Və qəlb belədir, insanın qəlbi çevrilir. Allah Teala bizim qəlbimizi öz dinində sabit eləsin. Və ikinci yer isə ölüm vaxtı. Ölüm gəldiyi zaman sabitlik insandan tələb olunur. Allah Teala buyurur Fussilet surəsi 30-cu ayədə İnnellezine qalu rabbunallahu thumma istaqamu. O kəslər ki deyərlər Rəbbimiz Allahdır. Sonra istiqamət üzərində doğru düzgün Allahın dinində sabit olarlar. Ölüm vaxtı mələklər onlara nazil olar və deyər ki, Əllə təxafu və lə təhsənu, qorxmayın, kədərlənməyin, hüzünlənməyin və əbşiru bil cənnəti ləti kuntum tuadun və sizə vəd olunan cənnətlə müjdələnin. Deməli, kimlərə müjdə verir mələklər? O kəslər ki, Rəbbimiz Allahdır dedikdən sonra Allahın dinində sabit olarlar. İstiqamət üzərində olarlar, əmir və qadağanları qoruyarlar, Allah Teala'nın hədlərini aşmazlar. Və istiqamət də insanın təqvalı olmasıdır. Xülasə olaraq təqvalı olmaq və təqva üzərində davamiyyətli yaşamaqdır. Çünki insan bəzən təqvalı olur, sonra elə bir vaxt gəlir ki, təqvadan sıyrılıb çıxır. Bəzən insan müttəqilər sırasında gedir,
bəzən isə müttəqilər sırasından çıxır günahlar, asiliklərlə. Və bəzilər demişlər bu ayə haqqında, o kəslər ki, deyərlər, Rəbbimiz Allahdır. Və deyir ki, Rəbbimiz Allahdır deyənlər çoxdur, lakin Allahın dinində istiqamət üzərində sabit olanlar isə azdır. Həsən-i Bəsri bu ayəni eşidəndə deyir ki, Allahım, sən bizim Rəbbimizsən və bizə istiqamət ruzisi ver ki, sənin dinində doğru düzgün istiqamət üzərində olaq. Bu ikinci yerdir. Üçüncü yer isə öləndən sonra və öldükdən sonra insandan sabitlik tələb olunur. Bir sağkən, həyatdaykən, bir ölüm vaxtı və bir də öldükdən sonra və bu üçü bir-birinə bağlıdır. İnsan necə yaşayırsa, ölümü də elə olur və ölümdən sonraki həyatı da ona uyğun olur. Və qəbirdə mələklərin sorğu-sual etdiyi vaxt insandan sabitlik tələb olunur. Və bu sabitliyi də verən Allah Teala deyir, bundan öncə insanın həyatda yaşamasına görə, Allahın dinində sabit olmaq üçün çalışdığı üçün Allah tərəfindən mükafat olaraq insan qəbrində sabit olur. Allah Teala onu sabit edir. İbrahim surəsi 27-ci ayədə buyurur, Yuthabbitullahul-lezine amenu bil-qavli-thâbiti fil-hayâtid-dunya və fil-âxirə. Allah iman gətirənləri sabit bir sözlə həm dünya həyatında və həmçinin axirətdə sabit edir. Və Allah Teala'dır sabit edən, lakin səbəb olaraq insandadır. İnsan özü çalışmalıdır. Allah Teala'dan istəyərək, dua edərək, səbəblərdən tutarsa Allah Teala insanı xeyirlərə müvəffəq edir. Və səhihdə də, yəni Səhih Buxaridə keçən hədisdə bildirilir ki, yəni bu surə, bu ayə yəni qəbirdəki sorğu-sual haqqında nazil olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdi ki, insan, mömin insan qəbrində olarkən ona iki mələk gəlir. Yəni istər mömin və yaxud da qeyrisi, həm münafiq və həmçində kafir və yaxud da facir insan, iki mələk gəlir və hədisdə keçir ki, iki qara və göy mələk. Və bəzi şərhlərdə gəlir ki, rəngi qara, gözləri isə göydür. Və insan üçün vahiməlidir. Heç vaxt həyatında görmədiyi surətlə qarşılaşır. Qaranlıq qəbirdə, dar qəbirdə iki mələk gəlir və onlarda mitraqa, yəni çəkiş və yaxud da tompuz olur və onu oturtdururlar və ondan soruşurlar, Rəbbin kimdir, dinin nədir və Peyğəmbərin kimdir? Və sahabələr deyir ki, Allahın elçisi, yəni bunu eşidəndə sahabələr qəbirdəki sorğu-sual haqqında eşidəndə deyirlər ki, Allahın elçisi, yəni bizdən kimsə mələyi görsə bayılar, yəni onu qarşısında dayanmağa taqəti çatmaz. O ki, qaldı suallara cavab vermək. Yəni, suallar olmasa belə, mələyi görsə, mələyin qarşısında dursa, insan bayılar. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu ayəni oxuyur. Yuthabbitullahul-lezine amenu bil-qavli-thâbiti fil-hayâtid-dunya və fil-âxirə. Allah iman gətirənləri sabit bir sözlə, dünya həyatında və həmçinin axirətdə sabit edir. Və yudillullahu zalimin və Allah zalimları azdırır. Və Allah istədiyini edir. Və Allah Teala azdırması kömək və yardımını kəsməsidir. İnsanın günahlarına, asiliklərinə görə Allah Rasuluna qarşı çıxdığı üçün Allah Teala insandan köməyini kəsir, yardımını kəsir və insan yolu azır, haqdan uzaqlaşır. Həm dünyada və həmçinin də axirətdə, qəbirdə, sorğu-sual vaxtı o suallara cavabdan uzaqlaşır, cavab verə bilmir. Və bu da Peyğəmbər sallallahu aleyhi ve sellemin verdiyi xəbərlərdir, qeybi məsələlərdir ki, hansı ki Allah elçisi sallallahu aleyhi ve sellem xəbər vermişdir və bu xəbərlərdə də müsəlmanla, yəni möminlə
digərinin, müsəlmanla qeyri-müsəlmanın, möminlə qeyri-möminin fərqi bu xəbərlərə, qeybi məsələlərə iman gətirməkdir. Ki, bununla müsəlman, qeyri-müsəlmanlar seçilir. Ki, iman gətirməsi Allah və Rasulundan gələn xəbərləri təsdiqləməsi ilə. Və insandan tələb olunur həm dünyada sabit olsun, Allah Teala'nın dinində, Allahın kitabından bərk tutaraq, Ramazan bitsə də başa düşür ki, Ramazandan sonra başqa aylar var. Ramazandan sonra həyat varsa əgər, deməli bu həyatın Rəbbi vardır. Ramazanın Rəbbi olduğu kimi başqa ayların da Rəbbi vardır. Və həmçinin Ramazan insana xatırladır ki, necə ki Ramazan ayı bitdi, məhdud, bəlli günlərdir və hər birimizin həyatı da belədir. Bəlli günlərdir, bir gün dayanacaq, sona yetəcəkdir. Və insan daim bunu fikirləşməlidir ki, necə ki Ramazan ayı qısa müddət başladı və bitdi və insan həyatı da belədir. Və necə ki insan Ramazanda vaxtını zay etmək istəmir, çalışır, həm Quran oxuyaraq, həm gecə namazları, oruç tutur, çalışır, sədəqə versin, yaxşı işlər görsün və müsəlman, sadiq, mömin, Allahla sadiq olan müsəlman öz həyatını da bütövlükdə bu Ramazan kimi etməyə çalışır. Çalışır ki, ömrünün günləri, vaxtları, saatları hədər getməsin. Deməli, bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahım səndən dində, bu işdə sabitlik istəyirəm və həyatdaykən, sağkən sabitlik, ölüm anında, ölümdən sonra. Lakin ölüm anı və ölümdən sonraki sabitlik insanın həyatda yaşadığı vaxt Allahın dinində sabit olmasına bağlıdır. Və sonra deyir ki, rüşddə qətiyyət istəyirəm. Vəl-azimətə alə-rüşd. Rüşd üzərində olmaq üçün qətiyyət. Azimə insanda qətiyyətdir. Bir işi etməyə qəti qərar verməsi. Yəni, passiv olmamasıdır. Rüşd nədir? Rüşd Allaha itaət və Allah elçisinə itaətdir. Rüşd odur ki, insan haqqı bilir və ona tabi olur. Necə ki, Allah Teala buyurur Bəqərə surəsində قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ. Artıq rüşd qaydən seçildi, fərqləndi, bəyan oldu. Rüşdlə qay ikisi bir-birinin əksidir. Qayyun zəlalətdir, insan azmasıdır. Lakin necə azmaqdır? Bilərək, elmlə, elmsiz azmaq dalalətun. Ərəb dilində dalalun, elmsiz, cahilcəsinə insan azması, haqq yoldan sapmasıdır. Lakin bilərəkdən, bildikdən sonra azmaq isə qayyun. Rüşd isə insanın bilməsidir. Haqqı bilib, tabi olması. Peyğəmbər sallallahu aleyhi ve sellem'i bilib, ona tabi olmasıdır. Və əgər insanda qətiyyət olmazsa, hətta bilsə belə haqqı, görürsən qətiyyəti yoxdur. İnsan bilir ki, bu əmirdir, Allah və Rasul tərəfindən gəlmişdir. Görürsən qətiyyətində zəiflik var deyə tabi olmur. Passivdir, tənbəldir. Və ona görə Allah Rasulü sallallahu aleyhi ve sellem qətiyyət istəyir. Allah Teala'dan istəyir ki, vəl-azimətə alə-rüşd. Rüşd üzərində, yəni haqqı bilib əməl etmək. Bu işdə mən səndən qətiyyət istəyirəm ki, əməl edin deyə. İnsanda qətiyyət olmasa isə, görürsən passivdir, hər hansı bir əmələ qarşı tənbəldir, hər hansı bir yaxşı işə tərəf addım atmağa nəfsində qətiyyət yoxdur. Və qətiyyət, azimə iki cürdür. İkidir. Bir başlanğıcda və bir də davamiyyət, sonda. Başlanğıcda odur ki, insan günahları tərk edər, şəhvətinin istədiyi haramları tərk edər və itaət yoluna yönələr. Allah Teala'nın, göylərin və yerin Rəbbi olan Allahın razılığını umur. Başlanğıcda insan bu yola düzəlir. Və sonraki qətiyyət isə bu yolda davamlı olmaq. Allaha itaət üzərə davamiyyətli yaşamaq üçün insanda qətiyyət lazımdır. Və bu qətiyyətlə insan kamilliyə tərəf qalxır. Halı daha da yaxşıya tərəf gedir. Əgər davamiyyətli qətiyyət olmasa insan bir müddət sonra ola bilər əvvəldən
itaətə yönəlib, günahları tərk edib, görürsən qətiyyət zəiflədiyi üçün bir müddət sonra yenə də insan əvvəlki günahlara qayıdır, bəzən ondan daha da pis, heç əvvəl eləmədiyi günahlar edir. Və nə qədər insanda qətiyyət olarsa, bu işi Allah Teala əmrlərini yerinə yetirmək və qadağanlardan uzaq durmağa nə qədər insan qətiyyətli olarsa, bir o qədər Allah Teala'nın yardımı gəlir. Allahın yardımı insanda olan qətiyyətə görədir. Kim gün ərzində bir cüz, 2 cüz Quran oxumağa qəti olarsa, Allah Teala tərəfindən yardım gəlir. Onun qətiyyətinə görə. Qətiyyət də insanın qəlbindədir. Azimə qəlbdə olan şeydir ki, insan qəti qərarlıdır. Heç geri qayıtmaq fikri yoxdur. Və kim də gündəlik 300, 500, hətta 10 cüz oxumağa qətiyyətli olarsa, Allahdan yardım gəlir. Və bu da Ramazan ayında insan özü hətta özündə bunu müşahidə edir. Ki, Ramazanda yaxşı işlər görmək fikrindədir, qətiyyətlidir, Allah Teala'dan yardım gəlir. Və sonra buyurur Peyğəmbər sallallahu əleyhi və səlləm, sənin nemətlərinə şükür istəyirəm və sənə gözəl ibadət. Və şükür qəlb, dil və bir də bədən üzvlərinə olur. Qəlb Allah Teala'nın nemətlərini bilir. Allah Teala'nın nemətlərini bilir və bilir ki, bu nemətləri verən nemət sahibidir. Allah Teala'dır. Və dil danışır Allah Teala'nın nemətləri haqqında. Allah'a həmd edir. Və bədən üzvləri də Allah Teala'nın verdiyi nemətləri Allah'a itaətdə sərf edir. Allah'a itaətdə istifadə edir. Və sənə gözəl ibadət istəyirəm. Yəni, gözəl ibadət. Nə üçün gözəl ibadət? Sadəcə ibadət yox. İbadət gözəl olduqda insana mükafat verilir. Və Allah Resulü sallallahu aleyhi ve sellem hər namazdan sonra bu duanı etməyi sahabəyə öyrədir. Allahümmə ə'inni alə zikrikə və şükrikə və husni ibadətikə. Allah mənə yardım et. Səni zikr etməyə, sənə şükr etməyə və sənə gözəl ibadət etməyə. Və ibadət də nə vaxt gözəl olur? O zaman ki, insan ibadəti Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdiyi kimi onun yoluna uyğun edər. Və bir də ki, ibadətində yalnız Allah Teala'nın razılığı varsa, onda ibadət gözəl olur. Və sonra deyir ki, səndən salamat qəlb istəyirəm. Və salamat qəlb o qəlbdir ki, Allahdan qeyrisinə qulluq yoxdur o qəlbdə. O qəlbdir ki, etdiyi yaxşı əməlləri kiminsə razılığı üçün eləmir. Kimsə xoşuna gəlsin deyə, kimsə bəyənsin deyə eləmir. Danışarkən, əməl edərkən, kimisə razı salmaq üçün danışmır. Əsas dərdi Allah Teala'dır. Allahın razılığını əldə etməkdir. Bu qəlb salamat qəlbdir. Və həmçinin salamat qəlb o qəlbdir ki, Allah Resulü sallallahu aleyhi və səlləmlə başqasına tabiçilikdən salamatdır. Və həmçinin o qəlbdir ki, Allahın xəbərlərinə zid olan şübhələrdən salamatdır və həmçinin Allah Teala'nın əmirlərinə zid olan şəhvətlərdən salamatdır. Və sonra o qəlbdir ki, o qəlbdə həsəd yoxdur, kin, küdurət, düşmənlik yoxdur və bu qəlb salamat qəlbdir. Hansı ki, Allah Teala buyurur, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün nə mal, nə oğullar fayda verməyəcək, yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Ancaq salamat qəlblə kim gələrsə odur fayda əldə edən. Və cənnət əhlinin də qəlbində kin, küdurət, həsəd, düşmənlik bu hisslər olmayacaq. Və İbn Kəsir də bu ayədən fayda çıxarır ki, Allah Teala'nın bu kəlamından ki, Allah Teala buyurur ki, وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ. Biz onların sinələrindən kin, küdurət, düşmənlik, həsəd bunları çıxartdıq və onlar qardaş olaraq taxtlar üzərində üz-üzə əyləşirlər. Və İbn Kəsir də bu ayədən fayda götürür ki, kim dünyada ikən qəlbində müsəlmanlara qarşı kin, küdurət, həsəd, düşmənlik bu hisslər təmizləməyə çalışarsa, bu onun cənnət əhlindən olmasına bir işarədir.
Allah Teala bizi onlardan etsin. Və sonra buyurur ki, səndən sadiq dil istəyirəm. Sadiqlik imanın əsasıdır. Necə ki, yalan nifaqın əsasıdır. Bir insan dilində yalan danışırsa, istər zarafatla, istər doğru və bu nifaqın, münafiqliyin əlamətidir. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, aleykum bis-sidqi, siz sadiq olun, yəni doğru olun, doğru danışan olun. Həqiqətən sadiqlik yaxşılığa aparır, yaxşılıq cənnətə və yalandan çəkinin. Həqiqətən yalan facirliyə aparır, facirlik də cəhənnəmə və bir kişi sadiq olmaqda davam edər, doğru danışmaqda o qədər davam edər ki, hətta Allah yanında sıddıqlardan yazılar. Və bir kişi də yalan danışmaqda o qədər davam edər, yalan danışar ki, Allah yanında yalancılardan yazılar. Allah qorusun. Və sonra buyurur Allah Resulü sallallahu aleyhi ve sellem, mən səndən sənin bildiyin xeyirləri istəyirəm və sənin bildiyin şərlərdən sənə sığınıram. Və bu da ümumi duadır. Hansı ki, Allah Teala'nın bildiyi xeyirlər, onu Allah Teala'dan istəmək və Allahın bildiyi şərlərdən də insan Allah'a sığınmaq. Və başqa hədislərdə gəlib ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyərdi ki, Allahümme inni əsəluke minəl xeyri kulli. Allahım səndən bütün xeyirlər istəyirəm. Acilihi və acilihi, dünyada və ahirətdəki xeyirlər. Mə alimtu minhu və lə ələm. Bildiyim və bilmədiyim xeyirlər. Və səndən bütün şərlərdən sənə sığınıram. Tez və gec, dünya və axirət şərləri bildiyim və bilmədiyim şərlərin hamısından. Və sonunda buyurur ki, mən səndən, sənin bildiyin günahlardan istiğfar diləyirəm. Həqiqətən sən qeyblər bilənsən. Çünki insan özünün günahlarını özü unudur. İnsan özü unutqandır. Necə ki, Allah Mücadilə surəsində buyurur ki, يَوْمَ نَبْعَثُهُمُ اللّٰهُ جَمِيعًا. O gün onların hamısını Allah cəm etdiyi gün فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا. Allah onların etdiyi əməlləri onlara xəbər verəcəkdir. اَحْصَاهُ اللّٰهُ وَنَسُوهُ. Allah Teala hamısını yazıb, onlar isə unudublar. Yəni insan günah edir və unudur. Lakin Allah Teala isə unutmur. Və istiğfar da ümumiyyətlə bütün yaxşı əməllərin sonunda olur. Necə ki, bu duanın sonunda da Peyğəmbər sallallahu aleyhi ve sellem istiğfar diləyir. Və Allah Teala gecənin axırında istiğfar diləyənləri tərifləyir ki, onlar gecəni namaz qılırlar, ibadət edirlər və sonra gecənin axırına yaxın istiğfar diləyirlər. Salih əməllər edirlər gecə və səhərə yaxın istiğfar diləyirlər. Və həmçinin həc qutardıqda istiğfar gəlmişdir. Namaz bitirdikdə insan namazı bitirdisə, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən gəlmişdi, 3 dəfə istiğfar diləyirdi, estağfirullah, estağfirullah deyərdi. Və hər bir yaxşı əməlin sonunda da insan Allah Teala'dan istiğfar diləyir. Və bu hədisdə bildirir ki, sənin bildiyin o günahlar ki, mən etmişəm, eləsi var ki, xatırlayıram, eləsi var ki, xatırlamıram, unutmuşam. Lakin əməl dəftərinə yazılıb. Əməl dəftərinə yazılmışdır. İnsan unutsa da qiyamət günü qarşısına çıxacaqdır. Və Allah Teala'dan istəyirəm ki, bizim günahlarımızı bağışlasın, bizi əfv etsin və Allah Teala bizi öz önündə sabit etsin və Allah Teala bizə bu haqqı bilib əməl etməkdə qətiyyət versin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.